İsti güneşli bir bahar çağında, gezerken kendin çölünde bağında, birden bürüyerken duman çen yolu. Tanıyabilmedim ne sağı solu, yolum azarak geldim bir yere. O yerde rast geldim tenha bir gebre, oturup yanında xəyala daldım. Bu xəyaldan belə bir ilham aldım. Xəyalən seçmişdim qəsdən o yeri, İstədim yazın bu ibrətli şeri. Oxuyan biləcək bu macaranı, xəyalən duyacaq o yerin anı. Şair xəyalən verdiği suala, İstədi xəyalən bir cavab ala. Eyge bir sahibi cevap ver mənə, söylə bilim orada necədir sənə. Bərzəx aləmində halın necədir, qəbrində gündüzdür yoxsa gecədir. Üşütmürmü səni bu yağış boran, söylə heç olurmu halını soran. Harda can bildiğin o sağın solun, çox mu qısa çəkdi həyatda yolun. Nə olar din danış bir şeyler söyle, məni intizarda saxlama böyle. Cavabsız qalmışdı verilən sual, qəbir dayanmışdı dinməz sakit lan. Elə ki tərpənmək istədim oradan, məzardan səs gəldi bir dayan oğlan. Hara tələsirsən bir dayan hələ, dinlə cavabları gətirim dilə. Günaha keçirdi həyatım mənim, nə bir dərdim vardı nə də ki qəmim. Halalı tanımaz bilməzdim haram, yox idi ağrıyan sızlayan yaram. Çoxaldıqca pul param var dövlətim, nə yoxsul tanıdım nə də ki yetim. Tox idim yox idi xəbərim acdan, həzz alırdım iblis taxtığı taçdan. Nə boyun əydim ouca Allaha, dur deyə bilmədim naqis tamaha. Bir dəfə də olsun səcdə etmədim, uca Allahın evinə getmədim. Təslim də olmadım Allah sözünə, namaz çox çətin göründü gözümə. Biri dedi qocalanda qılarsan, o birisi dedi hələ cavansan. Nə hədis oxudum nə də ki Quran, çoxu kimi dildə ol